Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Rusiyanın yaxın şərqdə hərbi fəaliyyətlərin dərhal dayandırılması ilə bağlı təqdim etdiyi qətnaməni qəbul etməməsindən sonra təəssüfünü bildirib. Bunu çərşənbə günü Çinin BMT-dəki daimi nümayəndəsi Futusung deyib. BMT Təhlükəsizlik Şurası çərşənbə günü tərəfləri yaxın şərqdə və ondan kənarda hərbi fəaliyyətləri dərhal dayandırmağa, gərginliyin daha da artmasından çəkinməyə çağıran, həmçinin mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları pisləyən qətnamə layihəsini qəbul etməyib. Şura Rusiyanın təqdim etdiyi qətnamə layihəsini 4 lehinə, 2 əleyhinə və 9 bitərəf səslə rədd edib. Rusiya, Çin, Pakistan və Somali layihənin lehinə səs verib. ABŞ və Latviya isə əleyhinə çıxıb. Səs verməyə münasibət bildirən Fu qeyd edib ki, Rusiyanın təqdim etdiyi qətnamə layihəsi BMT nizamnaməsinin məqsəd və prinsiplərini bir daha təsdiqləyir. O bildirib ki, layihə bütün tərəfləri hərbi fəaliyyətləri dərhal dayandırmağa çağırır. Mülki şəxslərə və mülki infrastruktura qarşı bütün hücumları pisləyir və tərəfləri diplomatik danışıqlar yoluna qayıtmağa təşviq edir. Fu əlavə edib ki, sənəd prinsiplərə əsaslanan və balanslı məzmun daşıyır. Çin bunu alqışlayır və dəstəkləyir. Bununla yanaşı layihənin qəbul edilməməsi Çində məyusluq və təəssüf doğurub. Bu, baş verməməli olan bir müharibədir və heç kimə fayda gətirməyən bir müharibədir. Yaxın Şərqin tarixi dünyaya dəfələrlə göstərib ki, güc tətbiqi heç bir həll yolu vermir və silahlı münaqişələr yalnız nifrəti artıraraq yeni böhranların yaranmasına səbəb olur. Ən vacib prioritet hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin və qarşı durmanın genişlənməsinin qarşısının alınması və mümkün qədər tez dialoq və danışıqlara qaydılmasıdır. Çin sülhə nail olmaq üçün səylərini davam etdirəcək deyə Fu bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, Rusiyanın təqdim etdiyi qətnamə layihəsi mövcud vəziyyətin ciddiliyi nəzərə alınaraq kifayət qədər neytral xarakter daşıyır. O qeyd edib ki, Rusiya sadəcə böhranın tezliklə həll olunmasına və məsələnin siyasi və diplomatik yollarla həlli istiqamətinə qaydılmasına çağırır. Yaxın Şərqdə hazırki böhran fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı birgə hərbi zərbələrdən sonra və İranın region üzrə cavab tədbirlərindən sonra yaranıb.